Sosial məsələlərlə bağlı müraciətlərin qəbulu. Uzun müddətli əməkdaşlıq etdiyimiz qurumlardan biri də Dövlət Məşğulluq Agentliyidir. İşsiz və iş axtaran şəxslərin iş axtarışında agentlik tərəfindən görülən işlərdən danışırıq. Burada da yenə də işsiz və iş axtaran şəxslərin müraciətləri qəbul olunur. İstər vakansiyalarla bağlı, yeri gəlmişkən bugün də yeni vakansiyalar səslənəcək. Məşğulluq Agentliyinin vakansiya bankında mövcud olan vakansiyalardan söhbət gedir və istərsə də məhz işsiz və iş axtaran şəxslər üçün olan yaradılan proqramlardan danışırıq, layihələrdən danışırıq ki, sırf onların iş axtarışında köməkli üçündür. Söhbət əgər bugündən gedirsə, bugün isə işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış sakinlərin, əhalinin məşğulluq tədbirləridir. Biz artıq son bir 4 ildir və çox qürur hissi ilə azad olunmuş ərazilərə köç edən sakinlərin məşğulluğundan danışırıq və bu da qürur verici bir haldır və çox sevərək bu haqda danışırıq və görək əhali köç edir və köç edən əhalinin əsası odur ki, onların məşğulluğu olsun, təmin olunsun məşğulluğu ilə. Prioritet məsələlərdən biridir bu. Məşğulluq Agentliyi tərəfindən bu məsələdə hansı işlər görülür? Bu haqda da mütəmadi olaraq biz danışırıq ki, necə ki, bugün də Elsəvər Quluzadə qonağımızı Böyük Qayıdışa dair Məşğulluq Məsələləri Departamentinin baş mütəxəssisi. Elsəvər bəy, xoş gəlmişsiniz, salamlayırıq sizə. Hər vaxtınız xeyir olsun Elnarə xanım. Sizi və Araz FM bütün dinləyicilərini salamlayıram. Bu gözəl mövzu ətrafında yenidən mənə dəvət edədiyiniz üçün ayrıca təşəkkür edirəm. Təşəkkürlər, çox sağ olun müraciət etmək üçün. Təbii ki, bugün biz azad olunmuş ərazilərdə məşğulluq tədbirlərindən danışmamızı baxmayaraq, yəqin ki, Elsəvər bəy, siz də razılıq verərsiniz. Digər vətəndaşların da, yəni ki, belə deyək ki, məsələn, digər yaşayır Bakıda, amma Məşğulluq Agentliyinə bir sualı var, bildirmək istəyirdi. Elə agentliyin nümayəndəsi orada qonaqkən mən də öz sualımı verim. O sualları qəbul edə bilərik. Məşğulluq məsələlərindən bağlı, bəli, yəni bizə aidiyyəti olan bütün sualları cavablandırmağa çalışarıq. Gözəl. Artıq uzun müddətdir ki, Böyük Qayıdışa dair birinci dövlət proqramı icra olunur və işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər görülür. Biz artıq günbəgün, ay-bay eşidirik ki, məsəl üçün Zəngilan rayonuna və digər rayonlara köç edir. Sakinlər öz dədə-baba yurdlarına gedir, məskunlaşır. Çox sevindirici haldır bütün bunlar. Get-gedə əhalinin sayı daha da, köç edən əhalinin sayı get-gedə daha da artır. Və burada məşğulluqdan məskunlaşma prosesi həyata keçirilir və bilmək istəyirəm ki, necə təşkil olunur? Buyurun. Böyük Qayıdışa dair birinci dövlət proqramı bildiyiniz kimi ölkəmiz üçün xüsusi əhəmiyyəti olan bir dövlət proqramlarından biridir. Artıq qeyd etdiyiniz kimi 4 ildir icra olunmaqdadır. Proqramın əhatə dairəsi ondan ibarətdir ki, təhlükəsizliyin təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi, eyni zamanda yol və infrastrukturun salınması, şəhər kəndlərin tikilməsi, həmçinin məşğulluq məsələləri ilə bağlı dəstək göstərilməsi və əraziyə şəxslərin köçürülməsi, sakinlərin köçürülməsi proseslərini əhatə edir. Dövlət Məşğulluq Agentliyi olaraq biz onlarla aktiv məşğulluq tədbirlərini həyata keçiririk və bu bir neçə aktiv məşğulluq tədbirləri kompleks şəkildə həyata keçirilir. Əsas məqsədimiz regionda iqtisadi fəaliyyətin bərpası və dayanıqlı iqtisadiyyatın təmin olunmasıdır. Eyni zamanda agentlik işsiz və iş axtaran şəxsləri qeydə alır. Onların peşə və bacarıqlarını müəyyənləşdirərək onları vakansiyalara yönəldir. Peşə kursları və təlimlər təşkil edir. İşə götürənlərlə əməkdaşlıq qurulur. İşə götürənlərlə əməkdaşlıq əsasında layihələr hazırlanır. Həmçinin biz özünə məşğulluq proqramı vasitəsilə regionda sahibkarlıq, ailə kəndli təsərrüfatların yaradılması üçün kiçik bizneslərə bir növ təşviq hazırlayırıq. Yəni indiyə qədər digər rayonlarda, ölkə ərazisinin digər bölgələrində hansı tədbirlər həyata keçirilirsə, həmin rayonlarda da işğaldan azad edilmiş ərazilərdə bütün tədbirlər həyata keçirilir, artıq başlanılıb. Bəli, amma öncəlik daha çox işğaldan azad olunmuş ərazilərdə əmlakçıların birinci verilməsinə üstünlük verilir. Çünki orada bu da özünə məşğulluqdan söhbət gedir. Bəli. Orada daha kvota cəhətdən, şəxs sayı cəhətdən daha münasibdir və prioritet olaraq işsizliyin
təmin olunması üçün, azalması üçün, şəxslərə kömək edilməsi üçün ilk öncə özünə məşğulluq proqramı çərçivəsində işğaldan azad olunmuş ərazidəki şəxslərə üstünlük verilir. Aydındır. Deməli, özünə məşğulluq da belə deyək ki, artıq növbəlik prinsipində bilirik ki, orada növbəlik prinsipində əgər işğaldan azad olmuş ərazilərdən olan vətəndaş varsa, digər vətəndaşla o müqayisə olunanda o həmin vətəndaş daha birinci olur. Səbəb kimi orada əhali sayı hələ yetərincə digər regionlardakı qədər çox deyil. Digər regionlardakı əhali sayına nisbətdə orada daha az özünə məşğulluq proqramına ehtiyac olur. Yəni zərflərin sayına daha çox nisbətdə daha rahatdır orada təmin olunması və biz də oradakı əhalinin yaşayış səviyyəsinin təminini yüksək eləmək üçün özünə məşğulluq proqramı ilə onları təmin edirik. Yaxşı, özünə məşğulluq proqramından belə başladınız. Davam edək elə həmin proqramla. Özünə məşğulluq proqramında işğaldan azad olmuş ərazilərdə əhali tərəfindən ən çox hansı zərflərə tələbat var? Özünə məşğulluq proqramı üzrə hal-hazırda 900-ə yaxın aktivlərlə təmin olunma var. Bunların bir çoxusu kənd təsərrüfatı, digər hissəsi isə istehsal xidmət sahələri üzrə olur. Bildiyiniz kimi kənd təsərrüfatı üzrə maldarlıq, qoyunçuluq, arıçılıq sahəsi üzrə müraciət sayı daha çox olduğu üçün o sahə üzrə aktivlərlə təmin olunma daha çoxdur. İstehsal xidmət sərflərində isə biz əsasən kiçik dərzi sexi, qadın gözəllik salonu və un məmulatı istehsal zərfinin daha çox üstünlük verildiyini görürük. Aydındır. Qısaca belə izah eləsəm, un məmulatı istehsal zərfi şirniyyat sahəsindən məşğul olan xanımlar, həmçinin bəylər üçün daha uyğun bir zərf hesab olunduğu üçün bu sahəyə üstünlük çox. Bəylər üçün? Şirniyyat sexləri açırlar və yaxud da ki, çörək bişirmə yerləri açanda bu zərflərə daha çox müraciət olunur. Aydındır. Burada sexin açılmasına görə bəylərə daha çox... Bəy və xanım hər ikisi, yəni bu istehsal və xidmət sahəsində bu sahəyə daha çox üstünlük verir. Xanımlar qadın gözəllik salonuna daha çox üstünlük verir. Bir də kiçik dərzi sexinə. Yəni dərzi fəaliyyəti ilə bağlı, tekstil ilə bağlı bu sahəyə müraciət çoxdur. Yəni belə başa düşürəm ki, xanımların daha çox belə ehtiyac duyduğu zərflərə daha çox tələbat var, eləmi? İstehsal xidmət sahəsində bəli, amma ümumilikdə ən çox maldarlıq, qoyunçuluq və arıçılıq. Arıçılıq əsasən dağlıq təbiətinə görə. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərdə dağlıq relyef çox olduğu üçün bəli. Bu sayədə müraciət sayı çoxdur. Aydındır. Və müraciətlərinizin axarını tapıb aydınlıq gətirəcəyik. Bizim qəbulda siz diqqətdən kənarda qalmayacaqsınız. Əlaqə nömrələrimiz 099 301 1033, 012 404 31 13, WhatsApp 099 800 1033. Bu efir vaxtında müraciət etmək istəyən dinləyicilərimiz üçün də bir xatırlatma elədik qaynar xəttimizi və məşğulluqdan məskunlaşmaya prosesin adı bir adlanır. Çox gözəl adı. Adı bəli, çox deviz olaraq çox uyğun deviz seçilib. Bəli. Bunun məqsədi ondan ibarətdir ki, məşğulluq yalnız məskunlaşma ilə bitmir. Yəni fiziki məskunlaşmadan sonra da əvvəl də Dövlət Məşğulluq Agentliyi tərəfindən oradakı sakinlərlə görüşlər keçirilir. Onların gəlir və peşə bacarıqlarının artırılması üçün proseslər aparılır. Bu, onların orada yaşamağı üçün, inteqrasiya olunması üçün prioritet sahələri aktual edilir. İlk öncə biz onlarla həm köçdən öncə, həm köç zamanı, köçdən sonra da əməkdaşlarımız tərəfindən yoxlanışlar olunur, onlarla görüşlər təşkil edilir və telefon danışıqları da olur. Biz onların bilik bacarıqlarını müəyyən edirik, ehtiyaclarını müəyyən edirik və onları işə götürənlərlə əlaqələndiririk, uyğun vakansiyalara yönəldirik.
əgər peşə bacarıqları, bilikləri həmin vakansiyalar üzrə uyğun gəlmədikdə biz onları peşə kursları təşkil edərək bir növ onları həmin iş üçün hazırlayırıq və təzədən işə götürənlərlə əlaqələndiririk. Aydındır. Ümumiyyətlə məşğulluq haqqında da, özünə məşğulluqla bağlı əlavə edək bu bəzi məqamlara ki, hər hansı bir təlimlərdən keçmə məsələsi də, orada məsələn maldarlıq baxım ki, burada maldarlıqda müəyyən monitoring ki aparılır və müəyyən orada tələblər var ki, olmalıdır, düz deyilmi? Bəli. Onlar yoxlanılır. İlk öncə şəraitin olub-olmaması araşdırılır. Çünki bildiyiniz kimi mal-qaranı saxlamaq üçün uyğun şərait olmalıdır vətəndaşın. Həmçinin bilik bacarığı olmalıdır ki, yəni o ona baxa bilsin. Bu barədə onun təcrübəsinin olub-olmadığı soruşulur. Onunla bundan sonra da proses davam etdirilir. Təlimlərdə ilk öncə plan hazırlanır, biznes plan. Biznes planın hazırlanmasında məqsəd vətəndaşların həmin sahə üzrə gəlir əldə etməsidir. Yəni onların standart işlətməsi yox, daha çox o sahədən gəlir qazana bilməsi üçün şəraiti qura bilməsidir. Biznes planlar tərtib olunduqdan sonra biznes planları uğurla olan şəxslərə təlimlərdən keçdikdən sonra əmlaklar verilir. Vaxtaşırı 2 dəfə monitorinq aparılır, yəni aralıq və yekun monitorinq. Bunun da məqsədi biznesin hansı vəziyyətdə, yəni kiçik biznesin bu bir il ərzində aparılır monitorinqlər. Ailə kəndli təsərrüfatının hansı səviyyədə idarə olunmasına baxmaq üçündür. Yoxlanış zamanı uyğundursa, həmin şəxslərin əmlak mülkiyyətinə verilir. Bu yekun monitorinqdən sonra təyin olunur. Aydındır. İcazənizlə vakansiyalara nəzər yetirək. Çünki əlimdə vakansiyalar var və görək vakansiyalar bizim hansı bölgələrimizdə olan iş yerləri barəsindədir. Ümumiyyətlə bu vakansiyalar yəni real boş vakansiyalarda Dövlət Məşğulluq Agentliyinin vakansiya bankında mövcuddur və işsiz və iş axtaran şəxslərin yararlanması üçündür. Biz də hər dəfə verilişimizdə bunlardan səsləndiririk ki, eşidən olub və ümumiyyətlə o vakansiya ilə bağlı maraqlanan dinləyicilərimiz olarsa, yəni əlaqə saxlaya bilərlər. Vakansiyalar. Deməli belə, Beləsivar rayonunda Bak Elektro Açıq Səhmdar Cəmiyyətinə sənəd nəzarətçisi lazımdır. İş saatı tam iş vaxtıdır. Ali təhsil bakalavr səviyyəsi tələb olunur. Əmək haqqı 800 manatdan 1000 manata qədərdir. Əmək haqqı yaxşıdır, qənaətbəxşdir. Yaş tələbisi 21-30 yaş arası, çox aşağı bir yaş tələbi qoyulub işə götürən tərəfindən. Daha sonra Hacıqabul rayonunda informasiya və sosial təşəbbüslərə dəstək ictimai birliyinə pedaqoq lazımdır. Amma indi burada nə pedaqoqu o bildirilməyib, pedaqoq bildirilməyib, ümumidir də. Yəni ətraflı məlumat üçün həmin filiala yaxınlaşa bilərlər, yaxud da ki bizlə əməkdaşlıq edəsələr, biz dəqiqləşdirib informasiya verə bilərik. Hacıqabul rayonunda filial olaraq hardadır? Hacıqabul rayonunda demək, yoxsa necə? Hacıqabul xidmət şöbəsi nə yaxınlaşmalıdırlar. Əgər orada yoxsa ərazi regional məşğulluq filialına. Bunun üçün dma.gov.az-a girsələr, strukturda filiallar harda yerləşir, bu barədə məlumatlar var. Aydındır. İş saatı tam iş saatıdır. Bakalavr səviyyəsi istənilir. Tələb olunur işə götürən tərəfindən 460 manat əmək haqqıdır. Yaş tələbi 21-55 yaş arasında. Daha sonra Konsept Qarabağ Məhdud Məsuliyyətli Cəmiyyətə ambardar köməkçisi lazımdır. Elə məhz işğaldan azad olmuş ərazilərdəki məşğulluqdan danışırıq. Bu vakansiyada məhz bizim mövzumuza uyğun olaraq Xankəndi şəhərindədir. Xankəndi şəhərində ambardar köməkçisi tələb olunur Konsept Qarabağ Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən. Tam iş vaxtıdır, iş saatı. Ümumi təhsil, ümumi orta təhsil tələb olunur. Ali təhsilə ehtiyac yoxdur. Əmək haqqı 400 manatdan 500 manata qədərdir və yaş tələbi 19 yaşdan 45 yaş arasındadır. Növbəti vakansiyada səsləndirim. Hələ ki var, onları digər bizim növbəti daha doğrusu növbəti saatımızda eşidəcəksiniz. Kaspin Telekom Məhdud Məsuliyyətli Cəmiyyətə montajçı tələb olunur. Bu iş yeri isə Gəncə şəhərindədir. Tam iş vaxtıdır, iş saatı. Təhsil ilk peşə ixtisas təhsilidir. Yəni burada nə ümumi təhsil, orta təhsil, nə ali təhsil tələb olunmur.
500 manat əmək haqqı, yaş tələbi 23-55 yaş arasıdır. Vakansiyalar. Qəbul vaxtında işə qəbul. Bəli, bu bizim vakansiyalarda əgər yararlanmaq istəyirsinizsə, hər hansı bir sualınız varsa, efirin sonuna qədər bizimlə əlaqədə saxlaya bilərsiniz. Amma belə də ərazi üzrə filiallara gedib, yəni ki, mən radioda bu vakansiyanı eşitdim, maraqlanmaq istəyirəm, işləmək istəyirəm deyə təbii ki, yaxınlaşa bilərsiniz. Amma burada tələb təklif bir-birini tamamlamalıdır. İşə götürənin tələbi ilə digər təklif uzlaşmalıdır ki, yəni yönəldə bilsinlər də. Aha. Uzlaşmadığı təqdirdə, yəni peşə kurslarına da cəlb oluna bilərlər vətəndaşlar ki, yəni bilik bacarığı inkişaf eləsin ki, həmin sahə üzrə müraciət elə bilsinlər. Aydındır. Deməli belə, siz qəbul vaxtındasınız, hörmətli dinləyicilərimiz. Qeyd edim ki, qəbul vaxtında bugün biz daha doğrusu işğaldan azad olmuş ərazilərdə məskunlaşan sakinlərin məşğulluğundan danışırıq və onu da xatırladım ki, siz mövzu ətrafında suallarınızı bizə bildirə bilərsiniz. Bizim qəbulda siz diqqətdən kənarda qalmayacaqsınız. Əlaqə nömrələrimiz 099 301 1033, 012 404 31 13, WhatsApp 099 800 1033. Bizə yazan var. Deməli belə, bizə yazan dinləyicimiz Hüseynova Aynur Fazil qızıdır. Özünə məşğulluğa yazılıb, heyvandarlıqla bağlı 3 ildir hələ də təmin olunmayıb. Sabunçu rayonu Maşdağa qəsəbəsi. Aydındır, xanımın məlumatlarını filialdan yoxlayaram, belə yoxlamam, amma bizim saytdan da yoxlamaq olur. Orada növbədə neçəncidir və həmin Sabunçu rayon üzrə, həmin sahə üzrə neçə nəfər mövcuddur, ona baxıb nəsə demək olar. Yəni belə. İndi mən mesajın əvvəlində oxudum ki, dəfələrlə bizə qoşulub bu dinləyicimizi biz bağlamışıq efirə, amma sırası gəlmədiyi deyilib. Yəni hələ də o növbəlik prinsipinə görə sırası gəlməyib. Ola bilər ki, yəni Sabunçu rayon üzrə. Yenə də deyirlər ki, bəlkə sıramız tez gələr deyə səsləndirin efirdə. O sıra növbəli prinsip əsasında olur. Yəni tam şəffaf bir prosesdir. Yəni hər bir vətəndaş öz kabinetindən, yəni bizim saytdan daxil, dma.gov.az-dan özü məşğulluq bölməsinə daxil olmaqla orada özünə məşğulluq üzrə reestr bölməsində öz finni, yəni fərdi identifikasiya nömrəsini daxil eləməklə özünün neçənci sırada olduğunu görə bilir. Bu sıralama vaxt keçdikcə scoring balı artır və sıralamada önə keçir həmin vətəndaş. İndi bizə dəfələrlə müraciət edib, belə deyək ki, bu yaxın 2 ay ərzində hələ sırası çatmayıbdır. O sırası çatmaq məsələsi nə qədər uzana bilir? O belə, yəni bir növ mən özüm də vətəndaş qəbulunda növbəyə yazmışam bir neçə vətəndaşları. Onlarda proses nə formada gedir? Yəni müraciət elədiyi sahədən asılıdır. Əgər müraciət elədiyi sahə üzrə 3 ildir gözləyir. Həmin sahə üzrə müraciət həmin rayonda çoxdur. Yəni orada veriləcək saydan çox müraciət sayı var. Maşdağada. Çünki Maşdağa deyil də, yəni Sabunçu rayonu üzrə onun müraciət etdiyi zərf üzrə sıxlıq çox olduğu üçün bir növ həmin rayona veriləcək say qədər adama baxılır, o qədər verilir və o adama hələ ki növbə gəlib çata bilməyib. Amma elə zərf var ki, bir neçə aya gəlib yoxlanış olunur. Bu vətəndaşların müraciət sayından asılıdır. Bir növ, misal üçün, ayaqqabı təmiri zərfinə müraciət edən vətəndaş, deyək ki, Sabunçu rayonunda 10 nəfərdirsə, veriləcək avadanlıq sayı 20-dirsə, yəni o tez bir zamanda gəlib baxılır. Misal üçün, kiçik dərzi sexinə müraciət edibsə vətəndaş və ora müraciət sayı həddən artıq çox olubsa həmin rayon üzrə, o proses biraz uzana bilir. Əsasən bu kiçik dərzi sexi, heyvandarlıq bu sahələrdə olur. Digər sahələrdə
bir ildən artıq növbə problemi olmur. Yəni deyirsiniz ki, Sabunçu rayonu deyək də, belə deyək. Bunu yəni Maldarlıqla bağlı müraciət sayı çox olduğuna görə, ona görə 3 ildir gözləyir. Amma gözləmə müddəti çox gözləmə müddəti bu qədər 3 il. Bəli, gözləmə müddəti sırf onlar yetərincə çoxdur sanki. Yəni hər kəs o sahəyə müraciət edəndə, yəni veriləcək aktivlə say düz olmur. Yəni bir növ say üstəliyir. Hə, aktiv az olur, müraciət edən əhali sayı çox olur. Bəli, sırf o zərf üzrə böyük ehtimal ki, mən indi hal-hazırda müşahidə edə bilmərəm, çünki həmin vətəndaşın məlumatını yoxlamalıyıq. Bunun üzərindən nəsə məlumat daha dəqiq olar. Ehtiyac varsa mənə finni yönəldərlər, mən filialda əməkdaşlara məlumat verərəm. Hər halda indi bizə yəqin ki, WhatsApp nömrəsinə 099 810 33 yeri gəlmişkən bizim WhatsApp nömrəmizə, əgər fin nömrənizi göndərsəz, müəllim maraqlanar ki, sıralamaya görə neçənci yerdəsiz, scoring balınız nə qədərdir? Bəli, həmçinin vətəndaşa izah eləyərik, özü də yox. Əgər bəlkə də bacarır, yəni özü də orada yoxlaya bilir ki, həmin rayon üzrə neçə nəfər müraciətdədir və o neçəncidir. Yəni elə bir şəffaf mühit qurulub ki, yəni vətəndaş onu öz gözü ilə müşahidə edə bilir ki, biz ona müdaxilə eləmirik. Gedişatı. Bəli, gedişatı görə bilir ki, ondan yuxarıda kimlərdir, aşağıda kimdir. Yəni biz ona müdaxilə eləmirik. Yəni scoring balı yalnız o halda dəyişə bilər ki, həmin şəxs qazidir, şəhid ailəsidir və bu zaman əlavə scoring balı verilir və o növbəlikdə qabağa keçir. Aydındır. Emil Əliyev. Emil bəy, salam əleykum. Salam. Buyurun, eşidirik sizə. Sualım sizinlə bağlıdır. Deyirdi ki, qazilərdə scoring bal olur da. Aha. Elə bir ki, 1000 nəfərdir. Mən qazi olanda neçənci yerə gəlmişəm. Buyurun. Emil müəllimi salamlayıram. O konkret sualdır. Yəni onun bir dəqiq cavab vermək bir qədər düzgün olmaz. Çünki vətəndaş kimi bir çox qazilər var, müraciət edir və əvvəldən gözləyən də ola bilər. Və oradakı şəxslərin belə deyək, hamısı sadə olmur. Yəni onların içərisində xüsusi həssas təbəqədən olan şəxslərdən də olur, şəhid ailəsindən də olur. Yəni bir qədər onu demək qeyri-mümkün olar. Bunu əyani şəkildə özü müşahidə eləyə bilər. Əgər müraciət eləsə, onun scoring balı birbaşa görsənir və bizim saytdan yoxlanış eləyəndə o görə bilir ki, hansı yerdədir. Yəni konkret rəqəm desək o düzgün olmaz. Siz nə qədər neçənci yerə qədər qabağa salmaq olar? Onu mu soruşdu? Onu soruşdu, mən də elə yəni konkret mən belə başa düşdüm ki, 1000 nəfər arasında mən neçənci yer olaram, yəni onu demək istəyirdi. Belə deyək də, amma eyni onu necə, mənə elə gəlir ki, siz daha doğru bilərsiniz, eyni anda 2 nəfər müraciət edirsə, orada biri əgər ki, Vətən müharibəsi iştirakçısı və qazidirsə, məsələn, və ya şəhid ailəsinsə, həmin o eyni anda müraciət edən şəxsdən daha üstündə, öndə olur. Eyni anda müraciət edibsə, bəli, amma fərqli anda müraciət edibsə, o fərqli ola bilər, çünki vətəndaş uzun müddətli gözləyir, gözlədiyi müddətdə scoring balı artır və növbəlikdə irəli gedir. Məsələn, bir vətəndaş 2 il gözləyə bilər, amma qazi 1 ildə, 6 ayda artıq əldə edə bilər, eləmi? O müraciət sayından asılıdır. Əgər orada adam azdırsa, bəli, ola bilər. Aydındır. Amma təbii ki, üstünlük qazilərə verilir, önə çəkilir. Öncəlik şəhid ailəsi üzvləridir, sonra qazilərdir. Oldu, çox sağ olun. Buyurun. Yəni burada da həm də scoring balı deyilir də. Nədir scoring balı? Həmin vətəndaşlar növbəlikdə onların qarşısında göstərici olur, bal neçənci yerdə olmağı onunla müəyyən olunur. Kimin göstəricisi yuxarı olursa scoring balı o növbəlikdə ən yuxarıda olur. Aydındır. Bu avtomatik sistem tərəfindən özü verilir növbəlik zamanı. Sadəcə vətəndaş həssas təbəqədən olduqda, yəni o bir qədər əsaslanır o scoring balı? O standart hamıya demək olar eyni olur. Sadəcə müəyyən müddət keçdikcə scoring balı artır. Gözləmə müddəti artdıqca scoring balı artır. Bəli. Digər vətəndaşlardan artıq olması üçün o həssas təbəqədən olmalıdır həmin şəxs. Scoring balının çox olması vətəndaşın o qədər çox gözləməsinə işarət edir, deyilmi? Dəlalət edir. Bəli, ya gözləməsi, ya da ki, həssas təbəqədən olmasından.
Başa düşdüm. Çünki həssas təbəqədən olan vətəndaşlarda skoring balı çox olur. Bəli, bəli. Bu onlar özləri də müşahidə eləyəndə, yəni saytdan yoxlanış eləyəndə neçənci yerdədirlər və bunu əyani şəkildə özləri görə bilirlər. Aydındır. Belə, biz xəbərlərə bağlanırıq. Artıq zaman yekunlaşır. Xəbərlərdən sonra davam edəcək. İşğaldan azad olmuş ərazidə məşğulluq tədbirləri. Özünə məşğulluqdan danışdıq, amma burada həm də peşə hazırlığı var. Burada eyni zamanda digər tədbirlər də var ki, işə götürənlərlə əməkdaşlıq prosesi var və yaxud da elə birgə maliyyələşmə, hamısı, peşə kursları, hamısı yəni tətbiq olunur. Bəli, bəli, hamısı tətbiq olunur. Birgə maliyyələşdirmə də işğaldan azad olmuş ərazilərdə tətbiq olunan aktiv məşğulluq tədbirlərindən biridir. 33 nəfər bu aktiv məşğulluq tədbirindən yararlanıb indiyənə kimi. Hal-hazırda 6 şəxsin əmək müqaviləsi qüvvədədir birgə maliyyələşdirmə əsasında. Ne güzel. Sual və müraciətlərinizi bildirə bilərsiniz, amma birinci saatda da bildiyiniz kimi, yəni müraciət edən dinləyicilərimiz digər mövzularla da bağlı müraciət edilir. Mövzu dedikdə yenə də məşğulluq agentliyinə aid mövzudur, amma təbii ki, məsələn, digər ərazilərdən və bölgələrdən bizə müraciətlər olunur. Biz birinci saatımızda daha çox İsrail bəy özünə məşğulluqdan danışdıq. Barədə danışdıq. İndi ümumi nəticələr barədə də danışa bilərik. Buyurun. Ümumi nəticələr ondan ibarətdir ki, hal-hazırda biz rəqəmlərə nəzər salsaq görərik ki, 9000-dən çox ailə köçüb, yəni 9061 ailə, 36492 nəfər, təxmini 37000-dən yaxın şəxs hal-hazırda işğaldan azad olmuş ərazilərdə məskunlaşıblar. Bu ilin təkcə 2026-cı ilin ilk 5 ayında köçənlərin sayı 10.000-dən yuxarı olmuşdur. Bu isə cari köçənlərin 29%-nə yaxın təşkil edir. Bu göstəricilər onlar göstərir ki, köç qrafiki intensivləşir, getdikcə artmaqdadır. Amma bu bizi məşğulluq olaraq narahat eləmir, çünki biz ərazidə sosial tərəfdaşlarla güclü əlaqələr qurmuşuq, işə götürənlərlə əlaqələr yaratmışıq. Tez-tez onlarla əmək yarmarkalar təşkil edirik, dəyirmi masalar təşkil olunur. Bunun mahiyyəti ondan ibarətdir ki, onların vakansiyalarından həm biz tanış oluruq, həm birbaşa iş axtaran şəxslərlə, işsiz və iş axtaran şəxslərlə əlaqələndiririk. Hal-hazırda bizim regionda xidmət göstərən 4 xidmət şöbəmiz mövcuddur. Xankəndi xidmət şöbəsi, Zəngilanda Ağalıq xidmət şöbəsi, Laçın və Kəlbəcərdə fəaliyyət göstərən xidmət şöbələrimiz. Eyni zamanda bu sahələr üzrə, müəyyən sahələr üzrə DOST mərkəzləri və DOST məntəqələri ilə DOST filiallarına da müraciət edə bilərlər. Şuşada, Füzulidə, Laçında, Kəlbəcərdə bu xidmət şöbələri, məntəqələri mövcuddur. Biz burada şəxslər müraciət edərək işsiz iş axtaran kimi qeydiyyata düşüb, hər hansı bir vakansiya üçün, peşə hazırlığı, peşə kursuna yazılmaq üçün, özünə məşğulluq proqramına yazılmaq üçün, bütün aktiv məşğulluq tədbirlərinə yazılmaq üçün müraciət edə bilirlər. Ümumiyyətlə, hal-hazırda işğaldan azad olmuş ərazidə 24 minə yaxın əmək qabiliyyətli şəxs var ki, onlardan 12 minə yaxın şəxs iqtisadi fəal əhalidir və biz agentlik tərəfindən onların böyük qismi məşğulluğu təmin edilmişdir. 1200-ə yaxın şəxslə də hal-hazırda bu sahədə işlər aparılmaqdadır. Hal-hazırda işğaldan azad olmuş ərazidə məskunlaşmış şəxslərdən 7000-dən çox şəxs aktiv əmək müqaviləsi üzrə işləməkdədirlər, fəaliyyət göstərirlər. 300-dən çox işə götürənlə bağlı 21 dəyirmi masa və 38 əmək yarmarkası keçirilmişdir. Tək elə bu il 12 əmək yarmarkası ilk 5 ay ərzində 12 əmək yarmarkası təşkil olmuşdur. Bu da hal-hazırda görülən işlərin sürətləndirildiyini göstərir. Biz əlavə olaraq köç məntəqələri əsasən Qarabağ iqtisadi zonası və Şərqi Zəngəzur iqtisadi zonası arasında bölünür. Daha çox Qarabağ iqtisadi zonasında köç məntəqəsi olduğu üçün hal-hazırda köçün böyük qismi, təxminən 66% Qarabağ iqtisadi zonasındadır. Şərqi Zəngəzur iqtisadi zonasında yalnız Qubadlıya hələ ki köç olmamışdır. Orada da formalaşandan sonra orada köç olması nəzərdə tutulur. Ümumilikdə 34% köç olan əhalinin 34% də Şərqi Zəngəzur iqtisadi rayonunda hal-hazırda çalışır, işləyir, yaşayır. Qəbul vaxtında işə qəbul.
Bizim qəbulda siz diqqətdən kənarda qalmayacaqsınız. Əlaqə nömrələrimiz 099 301 1033, 012 404 31 13, WhatsApp 099 800 1033. Və məni bir məsələ də maraqlandırır. Deməli, işğaldan azad olunmuş ərazilərə köç edən sakinlərin, yəni məşğul sakinlər dediniz ki, 12 mini, eləmi? 12 minə yaxın şəxs iqtisadi fəal əhalidir. Onun da mütləq əksəriyyəti demək olar ki, məşğulluğu təmin olunub. 1200-ə yaxın, 100-1200 arası şəxs hal-hazırda onlarla iş aparılmaqdadır ki, onların da məşğulluğu təmin edilsin. Yəni onların hansı sahə ilə məşğul olmaları barəsində buradan gedəndən sonra mı məlumatlanır, yoxsa burada artıq həmin şəxslər haqqında məlumat olur sizdə? Bizdə həm köçdən öncə və köçdən sonra da məlumatlar olur. Biz onlar barədə hal-hazırda 12 mindən çox, indiyənə kimi 12 mindən çox şəxslə telefon əlaqəsi filiallar əməkdaşları tərəfindən aparılıb. Onların içərisində köç etmiş də var, köçəcək şəxslər də var. Onların məlumatları, istəkləri, bilik bacarıqları dəqiqləşdirilərək 20-dən çox dövlət idarəsinə məlumatları yönləndirilmişdir. Biz köçdən öncə də onların məlumatlarını dəqiqləşdirdik, onların məşğul imkanları qiymətləndiririk, bir çox sünə fərdi məşğul proqramı hazırlanır. Köçdən sonra da bu proses izlənilir ki, şəxs məşğulluğu tam təmin olunsun. Yəni, köçdən əvvəl də məlumat əldə edirsiniz, eləmi vətəndaşlardan? Bunun bir qismi yaxın ərəfədə olur, bir qismi isə ümumiyyətlə əvvəldən iş aparılır. Aydındır. Əvvəldən iş aparılanda nəticəyə müsbət bu digər mənada təsir olurmu? Əlbəttə, artıq biz onların nə istədiyini, hansı bacarığı olduğunu, onları hansı sahələrə yönəldəcəyimizi əvvəlcədən bilirik. Yəni görülən işlər daha da sürətli olur. Sürətli olur və işə götürənlərin də bəziləri yeni işə götürənlər olur və onlara ərazini tanımadıqları üçün uyğun kadr seçimində dəstək lazım olduğu təqdirdə biz bu informasiyadan yararlanırıq, onların məlumatlarını həmin işə götürənlərə yönəldirik. Necə ki, bayaq məsələn siz nəticələrdən danışırsınız, ümumi göstəricilərdən. Belə olanda o göstərici nəticə daha da müsbət olur. Bəli, bunun məqsədi odur ki, yəni həm şəxs orada davamlı qalıb işləyə bilsin, həm tez inteqrasiya olunsun, getdiyi ərazini tanısın, işə götürənləri tanısın, işə götürənlərin tələblərini tanısın, tez-tez təşkil olunan yarmarkalarda gelib iştirak eləməklə də oradakı tələblərlə, oradakı vakansiyalarla tanış ola bilirlər. Məsələn, burada biz vakansiyaları səsləndirəndə deyirik ki, əgər tələb təklif bir-birinə uyğun gəlirsə, işə götürən o həmin vətəndaşı işə cəlb edir. İşğaldan azad olmuş ərazilərdə necədir? Məsələn, vətəndaşın burada yaşayır, hələ getməyib, amma bilirsiniz ki, bu yaxın vaxtlarda köç edəcək. Onun məşğulluğu barədə məlumatlanırsınız. CV-sini götürüb, oradakı olan işə götürənə yönləndirirsiniz bəri başdan, yoxsa necə? Bəli, o filiala müraciət edir. Filialda vakansiyalar barədə məlumatlar olur. Həmin şəxsin profili, işçi profili həmin vakansiyaya uyğundursa yönləndirilir. Deyilsə onunla müzakirə aparılır, həmin vakansiyalar aktiv olanda məlumat verilir. Və yaxud da ki, hər hansı peşə hazırlığı yolu ilə, yəni hansı işə hazırlanıb ora götürülə bilir. Yəni bu formada da olur. Belə. Bizim dəyişilməz olan qaynar xəttimizi qeydiyyata yazıla bilərsiniz. Yeri gəlmişkən Bizə yazan var. Aynur xanım. Yazan var. Aynur xanımın bəli cavabını deyərdiniz. Bayaq göndərdiyim Bəli, Aynur xanımın mən göndərdiyim məlumat əsasında yoxladım növbəli. 134 nəfər hal-hazırda Sabunçu rayonu üzrə gözləmədədir. Həmin zərfə görə, maldarlığa görə 134 nəfər sizin kimi gözləmədədir. Aynur xanım isə 34-cü yerdədir. 92 növbəlik balı var hal-hazırda. Hal-hazırda 12 avadanlıq verilməsi nəzərdə tutulur. Daha sonra əmlak verilməsi maldarlıq zərfi ilə bağlı. Yuxarıdakı şəxslərdən kimlərsə imtina olduğu təqdirdə Aynur xanımın növbəliyi biraz da yuxarı olacaq. Hal-hazırda onun növbəliyi 34-cü yerdədir. Yəni onu nəzərə alsın. Əgər çətinlik çəksə biz ona göstərərik, yox özü də evdən kimsə kömək eləyər, tez-tez yoxlayar. Bəli, özü filiala gəlmədən də, yəni hal-hazırda növbəlliyi hansı vəziyyətdədir, əyani şəkildə tanış ola bilər. Tam şəffaf şəkildə.
Amma bir məsələ də var ki, həmin ora qoyulan aktivlərin az olması da var ki, söhbət Abşeron rayonunun getdiyinə görə Sabunçu rayonu. Bəli, bu Sabunçu rayonu bəli, Bakı ərazisi nisbətən heyvandarlıq üçün kvotanın az olması bir qədər normal haldır. Yəni əsasən kənd təsərrüfatı zərfləri dağlıq, dağ ətəyi, kənar rayonlarda daha çox olur. Yəni çox gözləməsinə səbəb həm də kvotanın az olmasıdır, deyilmi? Kvotanın bəli az olmasıdır. Düzdür, xanım əgər başqa sahə üzrə bazarlıq varsa, kvota çox olan, növbəli az olan sahələrə dəyişsəydi, yəqin ki, çoxdan avadanlıqla təmin olmuşdu. Yəni sonradan dəyişmək olarmı, olurmu? Dəyişmək olur, amma növbəli sıfırdan başlayır. Yəni xanım indi 34-cü yerdədir. Əgər bir qədər də səbirli olsa, yəni növbəlikdə daha yuxarıda olacaq. Aydındır. Yəni bu qədər də gözləməsi boşuna sərf olunar. Bəli, bəli. Aydındır. Müraciətlərinizin axarını tapıb aydınlıq gətirəcəyik. Ağdamda torpaq sahəsi alıb əkinçiliklə məşğul olmaq istəyənlər üçün hansısa güzəştli kreditlər və yaxud da ki, subsidiyalar varmı? Şərtləri hardan öyrənə bilərik? 6609 nömrə dinləyicimiz soruşur. Açığı, yəni Ağdamda satışla, torpaq satışla bağlı Dövlət Məşğul Agentliyində belə bir informasiya yoxdur. Torpaqda köç prosesi əsasən qaçqınların və məcburi köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Əgər həmin şəxslər köçlə bağlı prosesə cəlb olmaq istəyirsə, həmin quruma müraciət eləmələri tövsiyə olunur. Hələ ki, bu barədə məndə belə bir məlumat yoxdur. Əgər olsa, həmin şəxsə bölüşdürəm. Deməli, Füzulidə kiçik bir turizm və yaşayış obyekti almaq istəyirik. Gənc sahibkarlar üçün Qarabağda vergi güzəştləri bu sizə aid deyil, vergi güzəştləri? Bəli, bizə aid deyil, vergi güzəştləri olur, amma yəni o bizim qurumun səlahiyyətində olan bir şey deyildir. Və yaxud da ki, deyir, qeydiyyatdan keçmək çətindirmi, bu barədədir sual. Digər sual, Qarabağda dövlət işinə düzələn şəxslərə qalmaq üçün ev və ya kirayə pul verilirmi? Məsələn, gedib işləmək istəyənlərin... Bu əsasən hal-hazırda bununla bağlı əsasən köç etmiş şəxslərə üstünlük verildiyi üçün prioritet hal-hazırda məskunlaşmış şəxslərdir. Çünki əgər məskunlaşmış şəxs oradadır və işləmirsə, onun məskunlaşmağı çox da dayanıqlı olmaz. Bu halda hal-hazırda ən çox üstünlük verilən orada yaşayan şəxslərdir. Digər şəxslər o halda həmin ərazilərdə məskunlaşa bilir ki, işə götürən həmin şəraiti həmin şəxslər üçün təmin edə bilsin. Belə bir vakansiyalar olur, amma mütəmadi olmur. Bu işə götürənin özünün istəyindən asılı olan bir haldır. Bununla bağlı bizim filiallara müraciət edə bilərlər ərazi üzrə. Onu soruşacaqdım və bir də ki, vakansiyalar olur da, yəni əgər iş yerləri varsa... Olur, amma daha çox real vakansiyaların çoxsunda evlə təminat nəzərdə tutulmayıb. Ona görə üstünlük əsasən orada məskunlaşmış şəxslərdədir. Aydındır. Belə 404-31-19 bizim şəhər nömrəmizdir. Mobil nömrə 099-301-1033, WhatsApp 099-810-33. Elsəvər Quluzadə Böyük Qaydışa dair Məşğulluq Məsələləri Departamentinin baş mütəxəssisi qonağımızdır. İşğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirləri ilə bağlı dinləyicilərimizi, digər dinləyicilərimizi nə maraqlandırırsa suallarını bizə bildirə bilər. Yeri gəlmişkən Amir bildirdi ki, müraciət edən dinləyicimiz var. Bizə zəng edən Hikmət bəydir, Hikmət Mirzəyev. Eşidirik siz Hikmət bəy, buyurun, salamlayırıq. Salam Elnarə xanım. Əleykümə salam. Olsun inşallah. Mənağı da salamlayıram sizin daimi dinləyiciniz. Bəli, buyurun. Mən özüm Elnarə xanım. Gözdən əllər birinci. Bəli. Gözdən əllərin məşğulluğu ilə bağlı nəsə bir proqram varmı, ya nəsə var bizə aid də, yəni gözdən əllərə aid. Yəni aktivlərlə təmin ola bilərikmi, bilmərik. Mən də sizi salamlayıram. Hikmət bəy idi, düz yada saxladımsa. Bəli, Hikmət bəy, sizdə əmək qabiliyyətli qeyd olunub, yoxsa işləmək olarmı, olmazmı? Onu dəqiqləşdirmək istəyirəm. Valla
işləmək deyəndə ki, bizdə yazılıb, əmək qabiliyyətli yazılmaqda, əmək zəmanəti alırıq da biz dost mərkəzində. Bəli, onu soruşurdum. Bəli. Bu halda siz özünə məşğulluqla bağlı da müraciət edə bilərsiniz. İşlə bağlı əgər səhhətiniz uyğundursa, kvota işləri nəzərdə tutulur. O müəyyən müəssisələrdə əlilliyi olan şəxslər və yaxud da qazilər, veteranlar üçün nəzərdə tutulan vakansiyalar olur. Vakansiyaların müəyyən bir hissəsi həmin şəxslər üçün nəzərdə tutulur. Filiallarımızla mütəmadi əlaqədə olsanız, həmin vakansiyalara müraciət edə bilirsiniz. Vakansiyalara yönəldilir. Vakansiyalar müxtəlif müəssisələrdə, müxtəlif sahələr üzrə olur. O vaxtaşırı dəyişən bir şeydir. İstəsəz bu barədə Qarabağ İş İmkanları layihəsi var. Bizim saytdan daxil ola bilirsiniz. Orada yazılan e-mail vasitəsilə öz CV-nizi dolğun şəkildə göndərə bilərsiniz. Həmin vakansiyalar olduğu təqdirdə siz oradan da görə bilərsiniz. Amma Hikmət bəy, yəni işğaldan azad olmuş ərazilərdə olan məşğulluqdan danışmır. Ümumi olaraq, yəni ölkə üzrə. Yox, mən ümumi olaraq da gözlənilirlər üçün. Bəli, o kvota iş sahəsi deyilir. Yəni həssas təbəqədən olan şəxsləri müəssisədə işləyənlərin müəyyən faizi qədər vakant yer olur. Müəyyən müəssisələrdə belə bir vakansiyalar olur. Vətəndaş indi hal-hazırda Bakıda yaşayırsa, həm dost Bəli, sizə yaxın dost mərkəzlərinə də müraciət edə bilərsiniz. Məşğulluğun filialı Nərimanovda yerləşir. Sağlam Ailə Klinikasının yanında yerləşir. Ora yaxınlaşsaz Bakı Regional Məşğulluq Mərkəzi filialı daha doğrusu. Ora yaxınlaşırsınız, sizi qeydiyyata alırlar. Kvota ilə bağlı vakansiyaları sizə təqdim edirlər. Həmin vaxt olmasa belə sizi qeydiyyata alıb həmin vakansiyalarla bağlı mütəmadi məlumatlandırırlar. Sizə uyğun vakansiyalarında yönləndirilir. İşə götürənin də tələblərinə uyğun olarsa siz həmin vakansiyaya cəlb oluna bilirsiniz. Məsələn, əlində sizin operator ola bilir, telefon operatoru, daha doğrusu onu sizin əmək zəmanətinizlə tanış olduqdan sonra daha dəqiq demək olar. Yaxşı olar ki, siz filiala, yaxud dost mərkəzinə yaxınlaşın, sizin məlumatlarınızı qeydə alınsın. Əgər əmək qabiliyyətli şəxs kimi hesab olunursunuzsa, hər hansı vakansiyada yönəltmək mümkündür, səhhətiniz uyğun olan sahələr üzrə. Həmçinin də özünə məşğulluq zərfində də yəni bu sizə üstünlük verir. Yəni çünki 50 olan şəxslər nisbətən daha üstünlüyə malikdir. Yəni əsas olaraq sizdə əmək qabiliyyətli yəni yazılsın. Orada zəmanət verilsin ki, bəli. Bəli. Onu gördükdən sonra sizlə proses aparmaq mümkündür. Oldu. Təşəkkür edirəm, sağ olun. Amma mən bildiyimə görə, bəlkə də yanlış bilərəm, yeni qanunvericiliyə əsasən artıq o yazı olmur, yazılmır. Mən sadəcə sistem üzərindən yoxlamışam bir neçə şəxslərdə. Orada ağır iş rejimində işləyə bilər və yaxud da hansı iş rejimində işləyə bilər, onlar qeyd olunur. Bəli, o formada qeyd olunur. Əgər onlara uyğun olaraq o sahələrə həm də vətəndaşın özü ilə də danışmaq lazımdır. Ola bilər ki, elə bir sahədir ki, vətəndaş orada yazılandan başqa da yəni o sahədə işləyə bilməz. Bunun üçün ən yaxşı yaxınlaşıb özü vakansiyalarla tanış olmalıdır. Ola bilər, məsələn, paketləyici, müəyyən işlər var ki, məsələn, adi işlər, inzibati işlər çox da fiziki güc tələb eləməyən sahələrdə işləmək mümkün olur. Bəs özünə məşğulluqda əgər ki, əmək qabiliyyətinə zəmanət verilirsə, özünə məşğulluğa yazıla bilər də, qeydiyyatdan keçə bilər. Təbii ki, əgər siz kimi qeydiyyata düşə bilirsə, təbii ki, müraciət edə bilər. Sadəcə o həmin sahə üzrə bacarıqları işlətmək üçün yeri varsa, müraciət eləsin. Yəni həmin sahədə bacarmayacaqsa, yəni sadəcə avadanlıq götürüb işlətdə bilməyəcək. Təbii ki, bacararsa əgər və bir də imtiyazlı şəxslər sırasına daxildə əlilliyi olan şəxslər. Bəli, həssas təbəqədən olan şəxslərdə müəyyən güzəştlər olur. Aydındır. Qəbul vaxtında işə qəbul. Bizim qəbulda siz diqqətdən kənarda qalmayacaqsınız. Əlaqə nömrələrimiz 099 301 1033, 012 404 31 13, WhatsApp 099 800 1033.
Bəli, bizim qaynar xəttimiz dəyişilməz olaraq qalır. Elsəvər Quluzadə qonağımız. Biz təbii ki, verilişimizin sonunda az bir vaxt qalıb, sonra artıq sağollaşacağıq və ümumiləşdirsək Elsəvər bəy, digər hansı tədbirlər həyata keçirilmişsə, əmək yarmarkaları olur paytaxt Bakıda və digər bizim rayonlarımızda, regionlarımızda, işğaldan azad olmuş ərazilərdə də əmək yarmarkaları keçirilmir mütəmadi olaraq tez-tez. Bəli, verilişin əvvəlində qeyd etdim, 38 əmək yarmarkası keçirilib işğaldan azad olmuş ərazilərdə. Bunlardan elə 12-si ilk 5 ayda, 2026-cı ilin ilk 5 ayında, yəni bu ayın 3-ü də Zəngilanda kiçik bir əmək yarmarkası təşkil olunmuşdu. Əmək yarmarkalarından da işlə təminatlar mümkün olur. Bu müraciət edən vətəndaşlarla vakansiyaların uyğunluğundan da asılıdır. Aydındır və sonda işə götürənlərlə, yəni Məşğulluq Agentliyi tərəfindən görüşlər aparılırmı, yeni iş yerlərinin açılması və digər məşğulluq tədbirləri üçün? Bəli, bu mütəmadi aparılır həm paytaxt Bakıda, regionlarda, eyni zamanda işğaldan azad olmuş ərazilərdə də işə götürənlərlə mütəmadi görüşlər təşkil olunur, dəyirmi masalar təşkil olunur. İşğaldan azad olmuş ərazilərdə 20-dən çox dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masaların təşkil olmasında əsas məqsəd işə götürənlərin tələblərini öyrənilməsi, həmin işə götürənlərin tələblərinə uyğun işçi yetişdirilməsi və yaxud da uyğun işçilərin yönləndirilməsi, əmək bazarının araşdırılması, oradakı mövcud durumu uyğunlaşdırılması nəzərdə tutulur. Əgər uyğun namizədlər azlıq təşkil etdiyi təqdirdə peşə kursları təşkil edilir agentlik tərəfindən. Peşə kursları təşkil edildikdən sonra kursu uğurla bitirən şəxslər yenidən əlaqələndirilir ki, həmin sahə üzrə işə cəlb olunsunlar. Peşə kursları tam ödənişsiz şəkildə həyata keçirilir. Təlim xərcləri, təlim şəraiti Dövlət Məşğulluq Agentliyi tərəfindən qarşılanır. Eyni zamanda iştirakçıların hər birinə iştirak etdiyi müddətdə minimum əmək haqqının 50% civarında ödənişlər təyin olunur ki, xərclərini kompensasiya eləyə bilsinlər. Məsələn, işə götürənlərin cəlb olunması ilə bağlı müəyyən bir tədbirlər görürsünüz ki, daha çox işə götürənlər cəlb olunsun. Yəni, bu Məşğulluq Agentliyinin səlahiyyətindədir, yoxsa necə? Görüşlər təyin olunur. Əsasən, yeni şirkətlər, özəl şirkətlərlə görüşlər təyin olunur. Çünki onlar ərazini yaxşı tanımırlar və ərazidə işçiləri bilmirlər, hardan təyin eləmək. Dövlət Məşğulluq Agentliyi işçi seçiminə, namizəd yönləndirilməsinə, müsahibəyə hazırlıq mərhələlərinin tam ödənişsiz şəkildə yerli məşğulluq filialının əməkdaşları tərəfindən həyata keçirilir. Eyni zamanda əmək və məşğulluq alt sistemində əmək qanunvericiliyinin tələbləri ilə bağlı tam məlumatlı deyilsə də, orada bu barədə şifahi məlumatlandırma verilir. Bu üzrə sosial tərəfdaşlarla iş üzrə bizim əməkdaşlarımız var. Onlar tez-tez işə götürənlərlə birbaşa əlaqədə olurlar, onların tələblərini öyrənirlər, onların vakansiyalar elektron sistemə əlavə etməsinə dəstək olurlar. Bu həm onlayn şəkildə baş verir, həm də işə götürənlərlə birbaşa görüşərək baş verir. Təşəkkürlər Elsəvər bəy, çox sağ olun. Yeni verilişlərdə görüşmək ümidi ilə. Oldu, çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Bəli, Elsəvər Quluzadə qonağımız idi. Böyük Qayıdışa dair Məşğulluq Məsələləri Departamentinin baş mütəxəssisi, Dövlət Məşğulluq Agentliyi rəsmi nümayəndəsi. Bugün biz işğaldan azad olmuş ərazidə məşğulluq tədbirlərindən danışdıq. Təbii ki, ay ərzində mütəmadi olaraq biz həftənin 4-cü günləri görüşürük, müxtəlif digər mövzular ətrafında danışırıq. Bugünlük bu qədər, qəbul vaxtındaydı. Sabah Kommunal Məsələlərdə Azərişıq Açıq Səmlər Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu qonağımız olacaq. Elektrik enerjisi ilə bağlı olan müraciət və suallarınız sabahki gündə qəbulumuzdur. Sizinlə bərabər mən idim aparıcınız Elnarə Sadıqova, prodüserimiz Amir. Eşidilmək ümidi ilə özünüzə yaxşı baxın, çalışın, sağlam qalın.